Bizə 2 ədəd verib, 3n minus 2 və 2n plus 3. Deyir, bunlar ardıcıl tək ədədlərdir və n-in qiymətlərinin cəmini istəyir. Ardıcıl tək ədədlər 1, 3, 5, 7 və s. belədir. Burada nəyə baxırıq? Görürsünüz ki, hər bir ədədin üzərinə 2 gələndə ikinci ədəd alınır. Baxın, 1 üstəgəl 2 bərabərdir 3, 3 üstəgəl 2 bərabərdir 5 və s. bu şəkildə gedəcək. Və ardıcıl ədədləri ola bilər ki, kiçikdən böyüyə düşsün. Ola bilər böyükdən kiçiyə. Tutaq ki, 9, 7, 5 və s. belə gedir. Onda bu zaman nə olur? Hər ədəddən 2 çıxırsan, sonraki ədəd alınır. Hər böyük ədəddən 2 çıxanda sonraki ədəd alınır. İndi biz birinci ədədimizi bunu qəbul edək, ikinci ədəddə bunu qəbul edək. Burada 2 hal olacaq. Birinci hala baxsaq, 3n minus 2. Deməli, mən kiçik ədədim birincinin üzərinə 2 gəlməliyəm ki, üstə gəl 2 bərabərdir, ikinciyə bərabər edeyim. 2n plus 3-ə. 2-lər islah olur. 3n minus 2n bərabərdir 3-ə, n də bərabərdir 3-ə. Deməli, birinci halda ədədimiz 3 oldu. Daha doğrusu n-imiz. İkinci hala baxaq. İkinci halda isə mən bundan 2-ni çıxmalıyam ki, buna bərabər edeyim. Və ya belə deyək, ikincinin üzərinə 3 gəlib, birinciyə bərabər edeyim. 3n minus 2 bərabərdir. 2n plus 3 plus 2. Mən ikincinin üzərinə 2 gəldim. Bu zaman 3n minus 2n bərabərdir. 2 sağa keçir, toplanır. Bunların cəmi 5 idi. 5 üstə gəlinsin 2. N bərabərdir 7. Deməli, ikinci halda da n-imiz oldu 7. Bizə deyir, n-in qiymətlərinin cəmini tapın. Deməli, 3 üstə gəlir 7 bərabərdir 10. Cavab 10.